Leriklə bağlı bu məsələyə də ciddi şəkildə istəyirəm toxunaq və canlı yayımımızı zəhmət deyilsə bir dənə paylaşaq. Çox çətin bir şey deyil. Ödəniş tələb olunmur, çətin deyil. Ondan sonra zəhmət olmasa bəyənin, paylaşın. WhatsApp-larda hamı bir-birinə söz vurur, belə söz deyir. Ondan sonra belə xəbərləri paylaşın, insanlar girib nəyisə öyrənsinlər də. Deməli, Lerikin 101 kəndi qazsızdır, təsəvvür edin. Düzdür, Lerik də bizim rayon kimi kiçik bir rayondur. Orada da elə kimdən küsüb gedib bir kənd yaradır. 101 kənd, balaca bir rayonun 101 kəndi elə qazsız olan kəndi də 162 kəndi var. Ümumi əhali də 50-60 mindir. Yəni 3-4 ev bir kənd, amma burada məsələ nədir? Bu 101 məntəqə qazlaşdırılmayıb. Və Azəriqaza da rayon sakinləri bu barədə dəfələrlə müraciət ediblər. Və Azəriqazdan bildirilib ki, Lerik rayonu üzrə 162 yaşayış məntəqəsindən 61 yaşayış məntəqəsi qazlaşdırılıb. 2025-ci ildə bu uğur deyil, bu əslində biabırçılıqdır. 101 kənd. Sonra deyirsən ki, rayonda niyə adam qalmayıb? Bir rayonun yolu bərbad, o birisinin məktəbində müəllim yıxılır, direktorun qolu, nə bilim, belə olur, apar 1000 manatı direktoru cərimələyirsən. Bu 101 kənddə qaz yoxdur. Odun meşəni qırıb yandırır, ekologiya gəlir cərimə edir. Və yaxşı, nəsə donsun, ölsün bu adam. Yəni, regionda təkcə problem, ümumiyyətlə, bəzən biz deyirik işsizlikdir, amma təkcə iş məsələsi deyil. Lap Lerikdə 2000 manat maaş al, qaz yoxdur, odun da ala bilmirsən, aldığın odunu da baha alırsan, nə edəcəksən, nə ilə yaşayacaqsan? Buna görə də Bakının Binəy qəsəbəsi, bəzi yaşayış masivləri girirsən, elə bilsən Lerikə gedirsən. Bütün hamı oradadır. Səbəb, insanlar məcbur gəlir. Yaxşı əmək haqqı alan da gəlir, pis əmək haqqı alan da gəlir. Orada da qalanlar 15 yaşa qədər uşaqlardır, bir də 60 üzərində yaşı olan insanlardır. Çünki yəni, yaşamağa heç bir şərait yoxdur, infrastruktur yoxdur. 25-ci ildə bir rayonun 101 kəndi qazsız nə deməkdir? Ona görə də bax, o cənub bölgəsində bir çox tərk edilmiş kəndlər var. Konkret kənd tərk edilib, yəni bir dənə ev belə yoxdur. Nə üçün yoxdur? Özü o cür səfalayır. Çünki yenə də deyirəm, qaz yox, odun baha, özün kəssən, yandırsan, qapındakı ağacı kəsirsən, ekologiya gəlir, elə bir məndən ağac əkmirsən. Biz yaxşı bunu qazlaşdır, vətəndaş ödəniş pulun versin, özdəki dağ rayonudur. Oranın, məsələn, Lerikə satdığın qazla Sabirabada satdığın qazın arasında bir fərq olmalıdır. Niyə? Çünki Lerikdə ilin 8 ayı qaz yandırmağa məcbursan, Sabirabadda 3 ay yandırsan bəs edir də, yəni. Tutaq şərt olaraq deyirəm, Sabirabad. Yəni, aran və dağ. Bunlar nəzərə alınmır. Vətəndaş gəlir bura, o günləri İranın prezidenti deyir, 5 milyon, nə qədər əhali var burada. Belə baxdı, deyir ki, ölkənin yarısı Bakıdadır ki. Yəni, gələn də bunun təcrübini yaşayır ki, 10 milyonluq şəhərin 5 milyonu, ölkənin 5 milyonu bir şəhərdədir. Niyə? Çünki, bax, belə şeylər, açıqlamaya baxın da, qazlaşma tədbirləri birliyin maliyyə imkanları çərçivəsində mərhələli şəkildə davam etdirilir. Bu mərhələ nə vaxt gedib çıxacaq o 101 kəndə? Birliyin mövcud maliyyə resurslarından səmərəli istifadə olunması, həmin resurslar çərçivəsində əhalinin qaz təchizatı şəbəkəsinə əlçatanlığının təmin edilməsi və daha çox əhalinin qaz şəbəkəsi ilə əhatələnməsi məqsədi ilə 2021-ci ildən etibarən qazlaşdırılması aparılan bütün cümlə hələ bitməyib, Ekoloji Təbii Sərvətlər Nazirliyi söhbətidir. Yaşayış masivlərində mərhələli şəkildə yalnız daşıyıcı və paylayıcı küçə qaz xətləri şey. Bunu mən zordan başa düşdüm. Sadə vətəndaş bunu başa düşmür. Mənə vaxtı, ildir, bilim. Bax, ən sonuncu cümlə. Rəsmi məlumatda 101 kəndin nə vaxt qazlaşdırılacağı açıqlanmayıb. Əsas məsələ budur, onu da deməyiblər. Bəsdirin də, valla ayıbdır. Bax, ayağı yer tutan rayondan qaçır Bakıya, Bakıdan da ayağı yer tutan qaçır xaricə. Yəni, belə deyək də, bu insanlar 30 il Qarabağın həsrətini çəkdi, aclıq da gördük, susuzluq da gördük. İndi bir yaşamalı dövran gəlib, indi də ölkədən cəmaatı qaçaq salmışsınız. Və axırda burada sizə heç olmasa bir hambal lazımdır da, bu sadə vətəndaş bir imkan verin, bu havai hamballar qabağınızda işləsin də.
101 kənd axı balaca bir rəqəm deyil. 5 kənd, 10 kənd olsa deyərsən hədər. Yəni 150-sini eləyiblər, 12 kənddə də indi o da yoluna qoyular. Rayonun yəni 60% qazsızdır. Amma bugün Gürcü bizim qazımızı işlədir. Bərdənin hansısa kəndinə qaz çəkilir də, televiziyalar, saytlar, hamı filan yerə qaz çəkilir. Ayıb deyə 25-ci ildə qaz çəkilir, sakitcə demək lazımdır ki, cəmaat eşitməsin. 25-ci ildə neft-qaz ölkəsinə qaz çəkilir. Yəni nə deməkdir? Bunun adı nədir ümumiyyətlə? Ayıbdır. Cəmaat, bizi ölkədən bir adım kənara çıxırsan, nə tər təqdim ediblərsə bilmirəm. Elə bil, biz ərəblərə nə tər baxırıq ha? Yəni bu yerli kafelər, restoranlar ərəb görəndə Azərbaycanını saymırlar müştəri kimi. Bax, biz ərəblərə nə tər baxırıqsa, yaxın ölkələrdə də bizə elə yanaşırlar. İndi bizi elə gibi təqdim ediblər də. Sən də özünü sındırmırsan, deyirsən elədir. Yəni, neyniyəsən, evin sirri yev orada da danışmaq olmuraq. Amma bu çox böyük bir biabırçılıq. İcra başçısı, nə bilim, şəhid atası orada oturub donur, özün peçə istəyə verir. Nə bilim, neçə kənd buradan filan. Rayonun cəmaatın bir dəfəlik, onsuz da bir 10-15 min əhali qalıb. Köçürdün, qəşəng, dağlıq yerdir. Özünüz üçün bir turizm yeri tikin və cəmaat da oradan əlinin üstündən. Konkret əllərin üstünlər ki, də indi belədir də, biz burada yaşayırıq. Binə qəsəbəsində bu dəqiqə 5000-ə torpaq yoxdur. Səbəb, çünki bir rayon bir kəndə gəlib məskunlaşıb. Bir dənə rayon bütöv, 70% gəlib bir kənddə məskunlaşıb. Ona görə bu günləri Binə qəsəbəsində 5000 torpağın sotu olmamalı, elə olmalı deyil. Uzağı 1000-1500 manat olmalı. Amma da indi 40 min əhali gəlib bir dənə kəndə məskunlaşanda belə olacaq da. Və bu sözləri də deyə biləcək adamın canlısı bu ölkədə haqdan, ədalətdən danışan cəmiyyətdə 20-30 nəfər izləyər. Ancaq səndən gəlib uşaq pulu soruşarlar. Yəni, hər şey qarından ibarət deyil. Haqqınızı, hüququnuzu da bir arada bilin. Hər şeyi mən sizin üçün eləməli deyiləm ki, özünüz də bir öz haqqınızdan danışın da. Danışın, paylaşın, öyrənin, bilin. İyulun biri yoxsa iyul. 7-ci ayın biri, iyul. Sonra haqdan ədalətdə. Bax, məsələn, TikTokda 300 nəfər adam izləyir. Canlını bağladıq, heç bir faydası yox. Çünki niyə kütlələşmə gedir də, kütləviləşmə getmir. İnsanlar ancaq və ancaq nə isə bir mənasız bir şey olsun, oturaq, gülək, dişimizi ağarda-ağarda qalaq bütün günü. Nə bilim, axşam da gedək o çayxanalardan, meyxanalardan evə, külqabı iylənə filan. Cəmiyyət nə vaxt özü haqqında düşünəcək, o mənə maraqlıdır.